Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli dostlar, hər birinizi səmimi qəlbdən salamlayırıq. Allah hər birinizi var eyləsin, Allah bərxudar eyləsin diləyirik. Öz qaldığımız yerdən davam edirik. Başlığımız qulluğun mahiyyəti. Qulluğun mahiyyəti başlığında olan bugünkü mövzumuz dua və insanın zəifliyi haqqında olacaqdır. Belə başa düşürəm, çox ehtiyac var bu mövzulara. Ona görə də bu mövzular ətrafında danışmağımız həqiqətən də çox lazım edir. Mən belə başa düşürəm. Ümumiyyətlə, dəyərli dostlar, belə başlayaq. İnsan nə qədər özünü güclü hesab etsə belə, əslində mahiyyətincə zəif bir varlıqdır. Zəif bir varlıqdır. Yəni, insan özünü güclü hesab etsə də, əslində varlıq etibarilə zəif bir varlıqdır. Yəni, onun həyatı çox saylı ehtiyaclarla əhatə olmuşdur və o yeri gələndə bu ehtiyacları ödəyə bilir, yeri gələndə də bu ehtiyacları ödəyə bilmir. Yəni, həyatı imtahanlarla dolu olur. Bizim demək istədiyimiz budur. İnsan yeməyə, suya, havaya, sağlamlığa və saysız, heç özünün də bəlkə də ağlında olmayan saysız, hesabsız nemətlərə möhtacdır. Yəni, insan möhtac bir varlıqdır. Demək istədiyimiz budur. İnsan möhtaclığını və ehtiyacını dərk etsə ucalmağa başlayır və öz mahiyyətini də başa düşməyə başlayır. Və hər şeydən əlavə bunu da deyək ki, bu ehtiyaclar insanın zəifliyini göstərmək üçün deyil, bax dediyimə gəldik, onun varlığının həqiqi mahiyyətini dərk etməsi üçün bir xatırlatma xüsusiyyətini daşıyır. Bir xatırlatmadır yəni. Yəni, insan bəzən öz gücünə, biliyinə və imkanlarına güvənərək hər şeyi idarə edə biləcəyini düşünür. Lakin həyatın müəyyən anlarında elə vəziyyətlərlə qarşılaşır ki, həmin anda anlayır ki, insanın gücü məhduddur. İnsan özünü nə qədər güclü hesab etsə belə, insan o həyatında baş verən o imtahanların belə deyək ki, nəticəsində anlayır ki, onun gücü məhduddur və möhtacdır. Və məhz belə anlarda ki, o imtahana düşüb, artıq öz zəifliyini dərk edir və artıq o imtahandan, yəni o bəladan, o çətinlikdən çıxmaq lazımdır. Belə anlarda, bu situasiyada, bu anda insanın qəlbindən gələn ən səmimi bir çağırış, istək baş vermiş olur. Və bu istək İslamda dua adlanmış olur. Dua adlanır. Ümumiyyətlə, dua insanın öz acizliyini dərk edərək Yaradanına yönəlməsi deməkdir. Allaha yönəlməsi deməkdir. Bu yalnız elə dildən gələn sözlə deyil, qəlbin dərinliyindən gələn bir yönəliş deməkdir əslində. Yəni, insan dua etdiyi zaman öz varlığının həqiqətini qəbul edir. O müstəqil və tam güclü deyil. Əksinə, hər an ilahi mərhəmətə möhtac olan bir varlıqdır doğrudan da. Bu baxımdan dua zəifliyin deyil, şüurun əlamətidir. Zəiflik əlaməti deyil. Şüurun əlamətidir. Çünki insan yalnız həqiqəti dərk etdikdə dua etməyin mənasını və mahiyyətini başa düşmüş olur. O bilir ki, dua etmək insanın gücsüz olduğunu deyil, əsl gücün harda olduğunu dərk etməsidir və ona yönəlməsidir. Dua insanın həm zahiri dünyasını, həm batini dünyasını, həm cismani tərəfini, həm ruhani tərəfini dəyişdirir. İnsan dua etdiyi zaman qəlbindəki gərginlik azalır, ümid hissi güclənir və insan özünü tək hiss etmir.
yalnız olduğunu hiss etmir. Çünki belə deyək, nəyə görə mən bunu yazmışam, nəyə görə? Çünki insan həm fitrətən də öz belə varlığı cəhəti ilə yalnızlığı sevmir. Təkliyi sevmir, təkliyi bəyənmir. Yəni insan belə deyək ki, inzivada, yəni təkliklə o deyirlər, məsələn, kamal olmaq üçün ictimaiyyətləmi olmaq lazımdır, yoxsa belə deyək ki, sırf təkliyə çəkilmək mi lazımdır, inzivaya çəkilmək, yox. İnsanlarla bərabər olmaq lazımdır. Cəmiyyətlə bərabər olmaq lazımdır. Cəmiyyətin problemlərinə həll yolu axtarmaq lazımdır. İctimai xidmət Allahın sevgisini qazanmağın ən mühüm yollarından biridir. Yəni təcrid olmaqla belə deyək ki, təkli inzivaya çəkilməklə sən kamil bir şəxsiyyət olmayacaqsan. Nə dedik biz? Dua insanın hər tərəfli şəkildə insanı dəyişdirir. Niyə? Niyə? Çünki dua insan ilə Allah arasında qurulan bir ünsiyyətdir, bir rabitə, bir əlaqədir. Bu insanın qəlbində sakitlik və güvən hissi gətirir bir müddətdən sonra. Və bunun fəlsəfi baxımdan ənənəmizə sadiq qalaraq biz hər bölümdə fəlsəfi tərəfləri də araşdırırıq. Fəlsəfi baxımdan baxdıqda dua insanın ontoloji mövqeyini qəbul etməsidir əslində. Qəbul etməsidir. İnsan anlayır ki, o varlığın mərkəzi deyil. O daha böyük bir nizamın içində yaşayan və o nizama bağlı olan bir varlıqdır, bunu dərk edir. Və bu anlayış insanı həm təvazökar edir, həm də həyatın mənasını daha dərindən dərk etməsinə kömək etmiş olur. Yəni, dua etdikcə insan həqiqəti qavramağa başlayır. Həqiqəti qavradıqca insan tamamlanmış olur əslində. Çünki həm ruhani, həm də cismani tərəfini paralel şəkildə inkişaf etdirdikcə insan bir bütün olub həqiqəti dərk etməyə başlayır. Həqiqəti axtarmaq da, tapmaq da insanın elə-belə deyək də ən ali hədəfində kamal dərəcəsinə çatmaq istəyi. Yəni bizim demək istədiyimiz budur. Və ona görə də bu səbəbdən dua yalnız çətin anlarda edilən bir istək deyil, yalvarış deyil, yəni sırf acizlik deyil, belə başa düşülməsin, bu nəfsin oyunudur. Əgər ki, insana geri çəkirsə, o insanın daim yaradanla əlaqə qurmasının bir yoludur əslində. İnsan dua vasitəsilə öz zəifliyini qəbul edir, lakin eyni zamanda ilahi mərhəmətə bağlanaraq güc tapmış olur, dəyərli dostlar. Güc tapmış olur. Və beləliklə dua insanın zəifliyinin etirafı olmaqla yanaşı, onun mənəvi gücünün də mənbəyidir. İnsan dua etdiyi zaman yalnız kömək istəmir, eyni zamanda varlığının həqiqətini anlayaraq Allaha yaxınlaşmış olur. Yəni insan dua edərək sahibsiz olur, yəni yalnız olmadığını dərk edir. Bir yaradandan olduğunu dərk edir. Həqiqəti anlamağa başlayır və doğru yolda addımlamağa başlayır. Yəni doğru yolda addımlamaq insanın belə deyək ki, fitrəti cəhəti ilə ehtiyac duyduğu bir şey olduğu üçün bu yolda da maksimum şəkildə öz hədəfimizə çatmaq istəyiriksə, bu hədəfə gedən yolda bizə yardımcı ən mühüm və ən lazımi yardımçılardan biri də duadır. Çünki dua insanın öz varlığını anlayaraq, dərk edərək onu Allaha yaxınlaşdıran bir şeydir. Ona görə dua etməyi unutmayaq, dəyərli dostlar. Bu çox mühüm bir faktordur doğrudan da. Ona görə bugünlük bitirirəm, dəyərli dostlar. Ümid edirəm hər şey aydındır. İnşallah ki, biz yenidən görüşəcəyik, yenidən görüşlərimiz vardır. Özünüzə yaxşı baxın deyirik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.
Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.